Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə günlərdir qarşıma tez-tez çıxan dadlı, ləzzətli Rus mətbəxindən mələk qanadı kurabiyəsi hazırlayıram. İlk öncə qaba otaq temperaturunda olan 100 qram çörək yağı, 2 ədəd yumurta sarısı, 2 xörək qaşığı xam əlavə edib bir qədər qarışdırırıq. İstifadə etdiyim bütün ərzaqlar otaq temperaturundadır. Belə bir kütlə alındı. Alınan kütlənin üzərinə öncə 1 stəkan un və 1 çay qaşığı kabartma tozunu ələyərək əlavə edirik. Ardından qarışdırırıq. Daha 1 stəkan un əlavə edirik. Qeyd edim ki, bu xəmiri çox yoğurmaq olmaz. Un əlavə etdikdən sonra tez-tez yoğuraraq toparlayırıq. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində də tam dəqiqliyi ilə qeyd etdim. Yoğurduq, xəmir artıq hazırdır. Xəmiri gözlətmədən masanın üzərinə alırıq. Xəmirə masanın üzərində uzun-uzun forma verib hissələrə ayırırıq. İstəsəniz göz ayarı, istəsəniz mətbəx tərəzisindən istifadə edərək təxminən 28-30 qram aralığında kündələr hazırlaya bilərsiniz. Hazırlamış olduğum xəmirlə məndə 15 ədəd kurabiyə alındı. Beləcə bütün kündələri hazırlayıb geniş bir qaba yığıram. Bezəni hazırlayarkən xəmiri soyuducuda gözlədirik. Buzluqda deyil, sadəcə soyuducunun alt gözündə gözlədirik. Quru və təmiz qaba 2 ədəd yumurtanın ağını əlavə etdik. Yumurtağını bir qədər çaldıqdan sonra üzərinə 1 stəkanın başı 2 barmaq əskik şəkər tozu əlavə edirik. Və çalmağa davam edirik. Beləliklə bezə hazırlayırıq. Bezə artıq hazırdır. Hazır olduqdan sonra xəmiri soyuducudan alıb artıq kurabiyələri hazırlaya bilərik. Undan istifadə etməyə ehtiyac yoxdur. Gördüyünüz qayda ilə xəmirin birisini açırıq və içərisinə bezə yerləşdirəcəyik. Xəmiri açdıqdan sonra tam mərkəz hissəyə 1 çay qaşığı bezə əlavə edirik və xəmiri gördüyünüz formada qatlayırıq. Belə çöp şişdən istifadə edərək tam mərkəz hissəyə bastıraraq yenə də xəmiri bir dəfə qatlayıb sobalı istinə yığırıq. Qeyd edim ki, bezəni çox istifadə etmək olmaz. İsti dəydikdə, yəni bişdikdə bezə qabarır, içərisindən dağıla bilər. Digərlərini də eyni qaydada hazırlayırıq. Əgər bizim kanalla ilk dəfə bu videoda rastlaşırsınızsa, sizlərdən xahişim videonu bəyənib kanala abunə olmağınızdır. Hər birini hazırladıqdan sonra öncədən isidilmiş sobada 180 dərəcə temperaturda bişirdik. Sobadan çıxardıqdan sonra ilk istiliyinin keçməsini gözləyirik. Ardından üzərinə şəkər pudrası əlavə edib nuş edə bilərsiniz. Mələk qanadı kurabiyəsi adı kimi həqiqətən dadı da çox gözəldir. Ağızda əriyən inanılmaz ləzzətli bir kurabiyə alındı. Sizlər də rahatlıqla hazırlaya bilərsiniz. Fikir verdinizsə elə də çox ərzaqdan istifadə etmədik. Əgər bir dəfə hazırlasanız, inanın dəfələrlə hazırlamaq istəyəcəksiniz. Bugünlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.